Selam dostlar, Ennore'nin oyunları kanalımıza hoş gelmişsiniz. Bugün sizinle birlikte Toka Life World'deki xəstəxana turu edəcəyik sizinle birlikte. İndi gelin başlayaq. Videomuza keçməmişdən əvvəl kanalımıza abone olmayı, video beğenmeyi unutmayın. Buralarda verin. Dostlar, bu arada bu yerler pulsuzdu yani. Gedirik. Ve xəstəxanaya geldi daha doğrusu. Geldik, çattık. Bence orada gizli yerler var, yani gizli otaklar var ve başladık. Diyerken geldik. Böyle geldim. Apartman geldim tabii ki de. Burada dostlar gizli yer var. Bunu böyle edirik. Burada bir tane ne deyirlər, elmas çıxır. Bunu koyuruq çantamıza. Burada bir tane böyle kırmızı düğme var. Onu basırıq. Burada böyle skors bir şeydi. Yani ambulans arabasıdır. Burada da minik bir küçük bir sincap. Sincap mı nedir bu da? İndi gelin başlayaq. Bura güvenlik deyirlər. Burada düğmeye de basırıq. Və belə asansörlə qarşıladıq bizi, liftlə. Bura oturma otağıdır. Yani burada yiyip içə bilərsən. Bu şkaflardan biri kırmızı düğme olacaktı. Burada yok. Bir dakika. Buradaki düğmeye basırıq. Bu notları dostlar ben almalıyam. Buradaki notları almalıyam. Bizi lazım olardı. Buradaki düğmeye bastık gördüğünüz gibi ve devam edirik. Buradaki lampalar yanmalıdır. Buradaki de düğme var. Orada da basırıq. Ve bu çiçeğin arkasında bir tane düğme var. Onu da basırıq. Ve belə bir bunu da çekirik aşağı ve belə bir mağara var. Uy, çok korkunç. Ve belə gizli yer var. Bakın dostlar. Ve burada küçük bir doktor var. Küçük doktor. Bu arada bunu böyle uzanır. Böyle. Yukarı aşağı. Burada da böyle ziyaret edeceğiz. Böyle bir şeyler var. Deyəsən bura laboratuvar oxşuyur. Bunun içeri girdik. Deməli bunları yiyəndə nə olur görüm. Ay, gizli şey yiyorum ya. Ay, bana bir şey oluyor. Ay, kaç. Hemen derman yiyeyim. Kim daha doğrusu. Oh, iyi geldi. İndi dostlar devam edirik. Ay, bu ne deyim anda. Dostlar birazcık atmışım. Ona göre de ki balık yiyeceğim. Zarfat edeceğim. Ve böyle suyu da içtim. Ve suyu dostlar ben koymalıyım çantama. Ve burada en önemlisi maska takmalıyıq. Ve birinci mertebeye çıxırıq. Daha doğrusu sıfıra çıxırıq. İndi yüklənir. Bu arada dostlar bu təzə şey açılıb, yani təzə xəstəxanası ve geldik. Ay, ağzımdaki maskayı çıxartdım. Ay, ne oldu belə? Ve bura şey yeri. Bura yağış yağır dostlar. Ve nömrə alıram burada. Sıra nömrəsi 1. Sıra 1. Növbəti sıra 1. Buyurun keçin həkim otağına. Yok şu bunu da çantaladım. Ne alırsam çantama koydum dostlar. Fikriniz var. Şimdi gedirik. Buradaki burada ise dostlar marketti, yani burada banktaki pullarımızı götürürük. Bunu alırım. Kola var sizde, bəli. Götürebilirsiniz. Ay. Buyurun kola. Teşekkür ederim.
Ve burada böyle şarlar satılır. Döner de yiyeceğim. Böyle bir şeyler. Ama bu pulları israf etmeyek. Kasaya gidiyor. Bütün pullar kasaya gitti şu anda. Böyle bir şeyler de böyle otaklar. Burada deyəsən büfet kimi bir şeydir. İndi gəlin yuxarı keçək. Yəni 1-ə keçək. Oy. Ay çantam. Çantasız əsla şey eləmirəm dostlar. Çantam da yanımda ayrılmam dostlar. Fikir verirsiniz. İndi keçirik neçənciyə? Hə 1-ə. Bir də görək nələr var. Nə əşyalar var və ya da hansı gizli otaq var. Şu anda mən belə əməliyyata deyirlər, nə deyirlər, ora girdim. Bura laboratuvar bölümü, belə bir şeylər var. Və analiz tüpləri falan iyidir. Ay. Ay. Neyse bura şeydim. Əlimizi də spitləyək. Ay mən niyə əlimdə kolama gəziyorum ya? Aa. İndi mən yoxlandıracağım çantanı birlikdə. Sonuçlara baxıram. Sonuçlar buradadır. Gayet yaxşıyam. Yəni heç bir problem yoxdur. Burada yoxlandırıram özümə. Baxın heç bir problemimiz yoxdur. Bu həkimdir dostlar. İndi mənim boyumu ölçəcək bu həkim. Salam, salam. Mənim boyunu ölçə bilərsiniz? Təbii. Miau. Girin. Oy. Baxım sizin boyunuz necədir? Hələ bura ki, hələ buradasınız, yaxşısınız. Çox təşəkkür edirəm doktor. Rica edirəm. Boyumuzu da ölçdüyümüzə görə bura belə dostlar indi keçirik dəhlizdən sonra bura əməliyyatxana bölümüdür, yəni. Mən əməliyyat edim, yaxşı. Oksigen maskası daha doğrusu taxaq. Çantanı da bu arada elimdə belə bir şey. Burada belə şeydir. Bu da sistemdir. İndi keçirik dostlar. 1'ə gəldi. 1'dəyidik. Burada da belə bir şeylər var. İndi isə keçirik 2'yə. İkinci mərtəbəyə. Görək orada nə var. Yükleniyor. Yükleniyor. İkinci mərtəbəyə də gəldik dostlar. Bura şeydir. Xəstəxana acil bölümü deyirlər bununla. Buradakı uşaqlar rəsm çəkirlər. Yazıq. Şeydə nədən də keçəl başa yaşamış. Burada uşaqlar rəsm çəkirlər, oynayırlar, əylənirlər. Bura isə belə bir morg şey də komadır bura, yəni. Daha doğrusu yoğun bakımı deyək də, hə, odur. Bura belə bir şeydir. Bura balacılar üçündür. Yəni balacılar üçün nəzərdə tutulub. Burada da boyun ölçdürmək, boyun ölçüsü var. Amma mənim boy ölçdürmək gərək ehtiyacım yoxdur. Çünki mən boyumuzu ölçmüşəm. Ölçmüşəm daha doğrusu. Burada da uşaqlar üçün yenə əyləncə bir oyuncaqlar falan var. Burada belə şeylər var. Böyle bir şeyler var. Ve buradaki körpələr var. Buradaki bu ana deməli körpələr doğulur. Hamısı da yaxşı. Çok güzeldilər. Səsi də baxın. Belə balaca körpələr. Ay yerim sizi. Buradaki şeylerdir yani. Və keçirik ən axırıncı mərtəbəyə, 3-cü mərtəbəyə. Burada deyəsən gizli yer yoxdur deyəsən. Mən bildiyim gizli yer dostlar aşağıdakı mərtəbədəki idi. Onu da sizə göstərmişdim zaten. İndi isə keçirik ən axırıncı mərtəbəyə, 3-cü mərtəbə. Burada belə şey də var, yəni. Bunlar da alacağım. Cipsimi.
Bura yine dincəlmə otağıdır. Yəni burada oturub şey edə bilərsən. Burada yine həmənki kimidir dostlar. Bura deyəsən acil neydi? Xəstəxana otağıdır. Yəni yoğun bakım otağıdır kimi tanınır. Bu da bir doktor. Mestradır bu. Burada tuvaletler de var. Burada ayaqlarına girə bilərsən. Burada da çimə bilərsən. Yəni normal xəstəxana kimi nəzərdə tutulub bu Toka Life'dəki xəstəxana. Gedirik. Burada dostlar böyle bir şeyler var. Devam edelim. Burada da bir de yatma otağı var. Ve dostlar kanalımıza abone olmayı ve böyle dostlar kanalımıza abone olmayı, video beğenmeyi unutmayın. Aziz Toka Life izleyenler beni izlemeyi unutmayın ve kanalımıza abone olmayı, video beğenmeyi unutmayın. Eğer Toka Life'ı sevirsinizsə yorumları yazın. Açık olan yorumla da yazabilirsiniz. Bye bye. Böyle videoların devamına gelmesi istəyirsinizsə yorum yazın ve kanalımıza abone olmayı unutmayın. Hələlik.